fəxr eləməlidir və unutmamalıdırlar. Çünki biz evlat itkisi verdik. Evlat itkisi verdik. İllərlə 23 il az əziyyət il deyil. Yəni mən evladım üçün çəkdim. Əziyyət heç vaxt dilimə gətirmirəm. Ancaq bugün mən deyirəm ki, alnı açıq deyirəm ki, halalın olsun oğlum. Sənə çəkdiyim əziyyət, sənə verdiyim süd sənin halalın olsun ki, bugün mən hamının qarşısında alnı açıq dayanmışam, başımı dik tuturam və bugün hamı mənə məktub yazır və əgər mənə deyirlərsə, ana sənin əllərindən öpürük. Ana ağlama, biz hamımız sənin arxasındayıq, sənin evladlarınıq. Və mən bugün baxıram ki, mənim evladım çoxdur, tək bir məncil deyil. Mənim evladım Elçinin bugün tək deyil, onun arxasında böyük bir ordu var. Bununla fəxr edirəm. Peki torpaqlarımız hamısı azad olunsun və mən yenə də mən məzarı üstündə də and içmişəm, bugün yenə də and içirəm ki, mən evladım üçün göz yaşı dökməyəcəm əgər torpaqlarımız azad olunsa. Yox, torpaqlar işğal altında olarsa, bu məni qəbrə qədər yandıracaq. Yanacam ki, heyif mənim evladımla. Bax, bunun üçün çox xahiş edirəm. Müəyyən orqanlara, müəyyən yerlərə mənim istəyimi, arzımı çatdırın. Bütün analar adından deyirəm. Bütün vətəndaşlar adından deyirəm ki, torpaqlarımız uğrunda vuruşmağa bugün hər bir gəncimiz hazırdır. Çünki bu vətənpərvərlik ruhu bugün yetişib hamıdan. Bugün hamı hazırdır və bu məqamdan hamı istifadə eləməlidir. İstifadə olunmalıdır. Bir şəxsən artıq atəşkəsdir, müqavilədir, bağlanmağının tam əleyhinəyik. Mən bütün xalq adından deyirəm burada. Əleyhinəyik. Mən ana kimi, mən bugün, mənim 57 yaşım var, bugün əlimə silah götürüb gitməyə hazırdır. Git anamı, oğlanlarım, evlatlarım, qızlarım, hamı hazır. Bunu çatdırın. Xahiş edirəm, çatdırın. Allah rəhmət. Analar da hansı ki, evlatların hər bir xidmətə göndərəndə deyir ki, lazım olarsa vətən uğrunda şəhid olur. Bəli, onları vətənpərvər biz böyütmüşük. Onların təhsil aldığı məktəb olur. Məktəb böyüdür və buna görə hamıya, istəyər onun təhsilində əziyyəti olan bütün müəllimlərinə təşəkkür eləmək lazımdır. Valideyn kimi də bizim əziyyətimiz olur. Biz əgər vətənpərvər olmasaydı, biz evlatlarımızı harın böyütsəydik, onlar heç nəyin qədrini bilməzdi. Vətən uğrunda girməzlər, canlarını qurban verməzlər. Biz onları halal zəhmətlə böyütmüşük. Və bugün onları verdiyimiz o halal zəhmət onların halalı olsun deyirəm. Halalı olsun. Azad mı diyorum? Sen azad mı? Ahtabar oğlu olmadın, azad mı? Özü yandı bana. Kesin xahiş edirəm.